Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme accil li veliyyikel fərəc. Selamun aleykum, hər vaxtınız xeyirli olsun, əziz mümin bacı və qardaşlar. Əgər yadınızda olsa, biz keçən verilişdən məhdəviyyət bəhslərinə başladıq. İlk verilişimizdə biz məhdəviyyət haqqında qısa məlumat verdik və bu bəhsin əhəmiyyətini çatdırdıq və qeyd olundu ki, məhdəviyyət yalnız gələcəkdə bir şəxsin zuhur etməyindən ibarət deyil. Məhdəviyyət İslamın ən özəy bəhslərindən biridir və bu barədə bəzi məsələləri qeyd elədik. İstəyirəm bu verilişdə məhdəviyyət inancının rişəsinə, kökünə bir baxış salaq. Bu ki, biz inanırıq, gələcəkdə bir şəxs gələcək, ilahi bir rəhbər gələcək, dünyanı ədalətlə dolduracaq, zülm və zalimə son qoyacaq. Bu inancın, bu etiqadın kökü hara qayıdır? Yəni bu ki, ən çox şiələrdə var da, düzdür, sünnilər də, əhl-i təsənnün qardaşlar da İmam Məhdi əleyhissalama inanır. Bir sıra fərqlərlə onlar məhdəviyyət şəxsini qəbul eləmirlər, məhdəviyyət növini qəbul edirlər. İnşallah gələn bəhslərdə mən bunu izah edəcəm, fərqi nədir. Amma ən çox şiə aləmindədir ki, İmam Məhdi əleyhissalamı gözləyirlər, onun zuhur üçün dua edirlər və bu kimi məsələlər. Və bəzən də bəziləri ki, məlumatlar yoxdur, şiələri ittiham edirlər ki, bunlar, necə deyərlər, özlərindən bir inanc yaradıblar və buna inanırlar bir halda ki, heç bir əsası yoxdur. Amma belə deyil. Biz məhdəviyyət inancının kökünü elə bütün müsəlmanların qəbul elədiyi Qur'an-ı Kərimdən ələ gətiririk. Qur'an-ı Kərimdə biz iddia etmirik ki, İmam Məhdi əleyhissalamın adı keçib. Necə ki, İmam Əli əleyhissalamın da adı keçməyib. Amma İmam Əli əleyhissalamın şəhənində, fəzilətində yüzlərlə ayə var. Məhdəviyyət haqqında da birbaşa İmam Məhdi əleyhissalamın adı gəlsin, onun haqqında bir ayə nazil olsun, şəhənin nüzul olaraq. Xeyr, belə deyil. Amma bizim məsum imamlarımız Qur'an-ı Kərimin bir sıra ayələrini tətbiq ediblər İmam Məhdi əleyhissalama, İmam Məhdi əleyhissalamın zuhuruna. Mən bir neçəsini burada qeyd eləmişəm. Oxuyaq, birlikdə tərcümə edək və bu ayələrdə biraz da düşünək. Yəni, necə ola bilər bu ayə tətbiq olunur gələcəkdə baş verən İmam Məhdi əleyhissalamın zuhuruna. Və qeyd elədim, Qur'an-ı Kərimdə İmam Məhdi əleyhissalamın xüsusi adına, belə ki, adı çəkilmiş olsun və xüsusi bir ayə o həzrətin şəhənində nazil olsun, belə deyil. Amma bu ayələri siz bir diqqət edin. Baxın, məhdəviyyətlə bağlı olan ayələrdən bəziləri həqiqətdə bu ünvandadır. Allahın nurunu tamamlaması. Qur'an-ı Kərimdə bu məzmunda ayə var. Məsələn, nümunə olaraq Səf surəsinin 8-ci ayəsini mən burada qeyd eləmişəm. Allah təala bu ayədə buyurur ki: "Əuzu billahi mineşşeytanirracim. Yuriduna liyutfi'u nurallahi bi afvahihim. Vallahu mutimmu nurih velev karihal kafirun." Buyurur ki, kafirlər, müşriklər, İslam düşmənləri istəyirlər ki, öz ağızları ilə Allah nurunu söndürsünlər, aradan aparsınlar. Amma vallahu mutimmu nurihi. Allah Taala öz nurunu tamamlayandır. Vələv kərihəl kafirun. Hətta əgər kafirlər bunu istəməsələr də, bəyənməsələr də belə Allah Taala öz nurunu tamamlayacaqdır. Baxın, təfsirdə nur kəlməsi müxtəlif mənalarda keçir və biz də bunları inkar eləmirik. Yəni, ola bilər, bu təfsirlər öz yerində doğru olsun və ayənin şə'ni nüzulu da, məsələn, fərz edək ki, nurdan məqsəd Qur'an-ı Kərimdir. Məsələn, nurdan məqsəd Peyğəmbərin risalətidir. Bunların hamısı mümkündür və qeyd olunur bəzi təfsirlərdə. Amma bu ki, Allah Taala öz nurunu tamamlayacaq, burada bizim Əhl-i Beyt məktəbində, Əhl-i Beyt məktəbinin imamlarından nəql olunan hədislərə əsasən buyurur ki, Allah Taala öz nurunu İmam Məhdi əleyhissalamın vasitəsilə tamamlayacaqdır. Bu həqiqətdə ayənin ya deyək tətbiqidir, ya da ki, batini mənasıdır. Baxın, Allah Taala Qur'an-ı Kərimin Ali İmran surəsinin 7-ci ayəsində buyurur ki, Qur'anın bir sıra təvilləri vardır.
Bunu ki inkar eləyə bilmərik. Sünni, Şiə bu ayəni oxuyur və o Allah Taala həmin ayədə buyurur ki: "Və ma və la ya'lemu təvilaha illallah və rasixuna fil ilm." Bu ayələrin təvilini Allahdan başqa və rasixuna fil ilmdən, o elmdə nüfuzu olan insanlardan başqa heç kim bilməz. İndi burada işim yoxdur. Bu da və rasixuna fil ilm yeni bir cümlənin başlanğıcıdır və yaxud Allah kəlməsinə ətf olunur. Mən bunu bəhs eləmək istəmirəm. Amma ən azından Allah Taala bu ayədə buyurur ki, Qur'an-ı Kərimdə bir sıra ayələr vardır. O ayələrin təvilini ancaq Allah bilər və əgər Allah istəsə kimlərəsə öyrədər, onlar bilər. Bizim inancımız budur ki, Allah Taala bu Qur'anın təvilini peyğəmbərə və peyğəmbərdən sonra Əhl-i-Beyt imamlarına öyrətmişdir. Onlar o elm lədunni əsasında bu ayəni və bu kimi ayələri izah edirlər və tətbiq edirlər İmam Məhdi əleyhissalama. Bu bir nümunədir. Mən başqa bir nümunəyə də işarə edəcəm. Bir ayə Tövbə surəsinin 33-cü ayəsidir. Əlbəttə bu məzmunda Səf surəsinin 9-cu ayəsində də, Fəth surəsinin 28-ci ayəsində də vardır. Amma mən Tövbə 33-ü oxumaq istəyirəm. Allah Taala bu ayədə buyurur ki: "Huvellezî ersele rasûlehu bil huda və dinil haqqi liyuzhirahu alad-dini kulli." Allah həmin Allahdır ki, öz rəsulunu hidayətlə, haqq dinlə göndərmişdir ki, ta bu dini bütün dinlərin hamısına qalib və müzəffər etsin. Bu da bir ayədir Məhdəviyyətlə bağlı. Bu ayənin təfsirində İmam Sadiq əleyhissalamdan belə bir hədis nəql olunub. Buyurur ki, İmam Sadiq əleyhissalam and içərək buyurur. Buyurur ki, "Vallah ma nəzələ təviluha ba'du." And olsun Allaha ki, bu ayənin Tövbə surəsinin 33-cü ayəsinin təvili ki, işarə elədim, təvil var Quranın zahiri mənası, ki, zahiri mənasının elə biraz ərəb ədəbiyyatından məlumatımız olsa başa düşə bilərik. Burada da imam buyurur ki, bu ayənin təvili, yəni batini mənası, yəni bunun tətbiqi ki, bu ayədən məqsəd kimlərdir və yaxud da nələrdir, onu imam bilir. İmam and içərək buyurur. Buyurur ki, "Vallahi ma nəzələ təviluha ba'du." Hələ bu ayənin təvili gerçəkləşməyib, həyata keçməyib. "Və la yenzilu təviluha" və bu ayənin təvili həyata keçməyəcək hətta yaxrucal qaim. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hətta bizim qaimimiz olan İmam Məhdi əleyhissalam zuhur edənə qədər. Yəni İmam Məhdi. Bunu biz biraz ayənin mənasında təfəkkür də etsək, düşünsək, elə bu məna ələ gələr də. Peyğəmbərimiz öz zamanında eləyə bildi ki, bütün dinlərə müzəffər olsun, qalib olsun. Bəli, məntiqi baxımından deyə bilərsiniz, bəli. Amma elə olsun ki, bütün dinlər aradan getsin, yeganə dünyaya hakim olan din İslam dini olsun, günün indisinə qədər həyata keçməmişdir. Və İmam Sadiq əleyhissalam da həmin məsələyə işarə edir. Hələ həyata keçməyib və İmam Məhdi əleyhissalam zuhur etdikdən sonra inşallah həyata keçəcəkdir və o zamanda vardır bir sıra hədislərdə biz inşallah gələn dərslərdə qeyd edəcəyik. Orada buyurur ki, bütün insanların hamısı müsəlman olacaqdır. Əlbəttə burada bir ixtilaflar da vardır. O zamanda Yəhudilər, Xristianlar məcbur olunacaq ki, müsəlman olsunlar. Bəzilər buyururlar ki, bəli. Amma bəzilər deyirlər, xeyr, İslam hakimiyyətinin zimnində yaşayacaqlar. Dünyaya hakim olan din İslam dini olacaq. Sadəcə olaraq Qur'anın hökmünə əsasən onlar cizyə verib İslam hakimiyyəti altında yaşayacaqlar. Əlbəttə bundan başqa ayələr də vardır. Təəssüflər olsun, bizə ayrılan vaxt tamam oldu. İnşallah bir neçə ayəni də gələn verilişdə siz əzizlərin nəzərinə çatdıracağam. Və sallallahu əla seyyidina Muhammed və alihi tahirin.